Salam, Mina ben Arkadaşlar kanalına hoş gelmişsiniz. Bugün onu belə səsləndirmək istəyirəm çünki arxa fonda çox qarışıq səslər gəlirdi. Bugün sizlə bir də havuçlu bir kek edəcəyik. Əvvəl 3 ədəd yumurta əlavə edirik. Daha sonra 3 ədəd yumurtadan sonra 2 stəkan şəkər tozu əlavə edirik. Səsləndirmə çoxdan səsləndirmədiyim üçün biraz qəribədir və nə danışacağım haqqında bir bilgim yoxdur. Kanalıma abunə olub, like atmağı, bildirimləri açıb, yorum yazmağı da unutmayın. Bunu da demiş olum. Əlavə edəndən sonra burada əsas səsi eşitmiş olsaydınız deyirəm ki, dədə-babadan qalma, yəni keçmiş əsrdən qalma mikseri qoşuram. Bu çox köhnə bir mikserdir, onu da deyim. Onu qoşub daha sonra bunu mikserləyirəm ki, yumurta ağ belə köpük olan halına gələn qədər bunu mikserləyəcəm hal-hazırda. Bol mikserləyirəm hal-hazırda. Havuçlu kekin tarifini də aşağıda yazacağım, oradan da baxa bilərsiniz. Daha sonra bunu ağ örpək kimi, qar kimi ağappaq elədikdən sonra bəzi əlavələr duru yağ əlavə, bir stəkan duru yağ əlavə edirik. Burada da bir barmaq aşağı göstərirəm. Barmağımla bir stəkan duru yağ əlavə edəndən sonra bir paket belə təkli satılan südlərdən istifadə edə bilərsiniz. Təxminən 200 ml-dir və bir stəkan tam edir də, yəni. Burada bunu atmaqla cəbəlləşirəm. Yəni nə məntiqlə onu elə edirəm bilmirəm. Belə çöpünü salsaydım da ata bilərdim. Düşündüm ki, onu kəsim daha rahat olsun. Hər ehtimal sizə də göstərmək üçün bunu açıb, bir stəkan etdiyini göstərmək üçün burada stəkan içinə boşaldıram. Yəni tam bir stəkan edir. Gördüyünüz kimi. Hətta içində çox az qalır da, yəni o dərəcə. 200 ml. Gördüyünüz kimi. Daha sonra köklərə keçirik. Kök böyükdürsə bir dənə, kiçikdirsə 2 dənə etmək olar. Burada da deyirəm ki, yəni kökü bir stəkan olacaq qədər. Yəni bir stəkan kök əlavə edin. İriliyi ya da ki iri ya da xırda olması da o sizə qalmış bir şeydir. Burada bir köklərimi soymağa başlayıram. Köklərimi soyuram ki, təmiz olsun. Gigiyena şərtlərinə tam uyğundur. Əgər belə videoların davamını istəyirsə, like atmağı unutmayın. Başqa sadə keklərin tarifi də kanalımda yerləşib. Daha sonra rəndənin iri gözünü əməllədim. Çünki iri daha mənim xoşuma gəlir deyək. Rəndələməyə başlayıram. Artı olaraq da bunu da deyim ki, bunun daha sonra suyunu sıxmaq lazımdır. Mən çox fazla suyunu sıxa bilmədim. Gücsüzlük, yəni gücüm yetmədi çox fazla suyunu sıxmağa. Amma belə də qəşəng dadırdı, yumuşacıq olmuşdu. Və mən burada fikir verirəm, videonu tam çəkməyib. Nəysə, yarım bir stəkan onu rəndələdikdən sonra üzərinə biraz da limon qabığı rəndələyirəm. Siz onu ayrı rəndələyə bilərsiniz. Mən bunu xırda gözü ilə rəndələməyə qərar verdim. Xırda gözü ilə rəndələyirəm. Yəni rəndələyim deyə daha çox əzab çəkirəm kimi görsənir burada. Çünki əsla rəndələmirdi onu. Yumuşaq olduğuna görə də hər halda bilmədim tam dəqiq. Mən də daha sonra suyunu sıxmaq qərarı verdim. Biraz, yəni çox da yox. Bir çay qaşığı deyək ki, limon suyu da əlavə elədim içinə. Daha sonra gördüyünüz kimi 1 stəkan kökümü əlavə edirəm. Tam olaraq 1 stəkan. Kök əlavə etdikdən sonra bizim digər malzemələrimizə keçirik. 1 paket vanil, 2 paket mən qabartma tökdüm. Burada da başıma gəlməyən qalmadı. Qabartma evdə vanil, yəni qabın içindən başqa hər yeri belə buxar kimi yayıldı. Onsuz da görsənir. Bir şeydə mənim qabartmamda çıxdı. Qabartma evdə yox olmuş. Qardaşımı göndərdim. Mən 2 saat əziyyət çəkdim. Daha sonra bunu qəşəngcə qarışdırıram. Buna 2 stəkan yarım un əlavə, 2 stəkan yarım un gedir. 2 stəkan unu əlavə etdikdən 2 stəkan yarım
Onu əlavə etdikdən sonra qarışdırırıq. Lakin sizin kıvamı tam olaraq necə istədiyinizdən bağlıdır ki, tutuzdurmaqdan bağlıdır. Mən burada hal-hazırda yarım stəkan tökməliydim. Prosta o yarım stəkana biraz çox idi deyə şey eləmədim. Arttırmadım. Daha sonra yarım stəkan unu töküb qarışdırdım, kıvamına baxdım. Təmindəki az unu tökməyiniz daha yaxşıdır ki, çünki pot-pot xamur qalmır da yəni içində. Ona görə də belə əlavə elədim. Qarışdırıram. Mix. Ya da shake deyək. Nə fərqi var? Nəysə. Daha sonra qabartmamı tökürəm. 2 paket qabartma. Bunun qabarmasına minimum yetəcək bir şeydir. Çünki mən hər kesin içinə 2 qabartma tökürəm. Qabarıqlığı mənim üçün çox önəmlidir. 2 paket qabartmanı tökəndən sonra yenə qarışdırırıq. Qarışdırandan sonra yine karıştırırıq. Mix. Daha sonra son qalan unumuzu əlavə edirik. 1 stəkanını əlavə etdik. Daha sonra yenə qarışdırırım. Hər stəkana tökdükdən sonra qarışdırıram. Yəni bu özəl bir detay deyil təbii ki də, amma hamısı birdən olanda daha çox olur. Burada da deyirəm ki, yəni qaba çox böyük gəldi xamır. Yəni keksin xamuru, çünki qab kiçikdir və rahat qarışdıra bilmirdim. Və siz spatula ilə qarışdırmaq yerinə çırpıcı ilə də qarışdırmanız sizə daha çox rahatçılıq ola bilər. Sadəcə mən o an bunu seçmişdim. Yəni tam olaraq nə üçün bunu seçdiyim haqqında bir fikrim yoxdur. Sizə tam olaraq kıvamının belə olmasını göstərirəm. Yəni hal-hazırda biraz desin yoxdur. Amma görürsünüz, hal-hazırda kıvamı biraz cıvıqdır. 1 stəkan yenə əlavə edirəm onu. Siz bunu istəsəz əldə edə bilərsiniz, amma mən eləmədim də, yəni eləməmiş onu istifadə elədim, amma sizə tövsiyəm eləməyinizdir. Burada daşıma riski ilə 2-3 dəfə qarşılaşdım. Çevirəndə daşırdı, az qalsın. Daha sonra düz bucaqlı bir formada olan borcamın içinə ya da şüşə qabının içinə deyək, kərə yağı ilə yağlamağa başladım. Nə qədər yağ çox olarsa, mənim fikrimcə, o qədər onun yapışma ehtimalı daha az olur. Düz mənim anamın fikrincə, yəni hər yerə yetərli qədər yağ sürmə yetəri olur.